İmam Sadiq əleyhissalamdan belə nəql olunub ki, mənim atam, yəni İmam Baqir əleyhissalam səcdələrində belə deyirdi. Görün bu duadakı, münacatdakı, düşüncələrdəki fikir necə də alidir. Allahümmə innə zannən nəsi bi həsən. İlahi insanların mənə nəzəri, baxışları, gümanları, mənim barədə düşüncələri yaxşı və gözəldir. Burada diqqət ediləsi məsələ budur ki, bəzən insan özünü cəmiyyətə yaxşı insan kimi göstərməyə çalışır, ən pis halda sırıyır. Bizim məqsədimiz bu deyil. Bir də var ki, insan əməli salih bir bəndə kimi ömür sürür. Allah da onun sevgisini insanların qəlbinə salır. Və insanlar da deyirlər ki, biz bu adamdan nə bizə qarşı, nə adi hallarda bir pislik görməmişik. Biz bu insandan zülm, haqsızlıq, ədalətsizlik, günah, pis əməllər görməmişik. Bu çox yaxşı insandır. Fəğfirli mə lə ya'ləmun. Ey mənim Allahım, onların bilmədiklərini mənim üçün bağışla. Bəli, elə şeylər var ki, ya Rəbb, mən özümü yaxşı tanıyıram və sən məni özümdən də yaxşı tanıyırsan. Amma mənim düşüncələrim, qəlbimdə olanlar, mənim nəfsimi islah edərkən getdiyim yollar və s. cəhətlər insanlara naməlumdur. Bəlkə də onlar bunları bilsəylər, mənim barədə nəzərləri dəyişərdi. Ona görə də ilahi o şeyləri mənim üçün bağışla. وَلَا تُؤَخِذْنِي بِمَا يَقُولُونَ. İlahi, onların söylədiklərinə görə məni məsul hesab etmə. Bəzən ola bilər ki, yaxşı insanı da həddindən artıq bir yüksək sözlərlə tərif edərlər. Sabah ilahi sən məndən soruşarsan ki, bunlar sənin barəndə belə-belə sözlər deyirdilər. Sən nə düşünürsən bu barədə? Sən onların dediyi kimi həyat sürmüsən, yoxsa yox? Və əntə allamul xuyub. İlahi, sən qeybi, gizlini daha çox bilənsən. Mənim əzizlərim, insanların sizin barənizdə xoş gümanda olmaları əslində bu ilahi bir nemətdir. İnsan da elə bir həyat sürməlidir ki, bu insanların bizim barəmizdə olan xoş düşüncəsinin ziddini edəcək əməllər eləməsin. Necə ki, indiki dünyada var, əccəb eləyirəm, həyat mənimdir, mənə heç nə maraqlı deyil. Nə qədər cavandır belə deyirlər, yaşlaşırlar və sonradan etdikləri belə yekə-yekə danışıqlarına görə, sonradan tək qaldıqlarına görə peşman olurlar. İnsan çalışmalıdır ki, insanların bu sənin barədə olan xoş gümanlı bir nemət olaraq qoruyub saxlayasan və onun ziddini üzə çıxarmayasan və gizlin günahlara görə də ki, cəmaatın ondan xəbəri yoxdur, gərək insan Allahdan bağışlama diləsin.